Bu məqamda daha aktual məsələnin özünü qabarıq bir üzə verməsinə zərurət yaranıb. Türkdən Türkiyə dəstək. Yenə ilk olaraq rəsmi Bakı öz reaksiyasını göstərdi. İsrailin insanlıq əleyhinə addımlarını kəskin pisləyən rəsmi Bakı daim Türkiyənin haqq işinə dəstək verəcəyini bəyan edib. İsrailin Qəzza sektoruna humanitar yardım aparan gəmilərə qarşı beynəlxalq sularda həyata keçirdiyi hərbi əməliyyatlar zamanı güc tətbiq etməsi Azərbaycanda da ciddi narazılığa səbəb olub. Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası İsrailin hərbi aksiyasını pisləyib, əsir və girovların azad edilməsini tələb edib. Rəsmi Bakı hadisənin qısa müddət ərzində araşdırılmasının və günahkarların cəzalandırılmasının zərurliyini bəyan edib. Azərbaycan ictimaiyyəti nümayəndələri və politoloqlar İsrail tərəfinin addımlarına qarşı əməli tədbirlərin görülməsini və cinayətkarların cəzalandırılmasını tələb edir. İsrailin müdafiəsinə adətən ABŞ qalxır. Bu məsələdə ABŞ da İsraili müdafiə etmək üçün ifadə tapa bilmədi və istəmədi. Mənə elə gəlir ki, bu İsrail üçün, özü üçün kifayət qədər ciddi bir siqnaldır ki, yəni bu davranış davam olunarsa, İsrail özün nəinki ərəblərə, fələstinlilərə qarşı, bütün dünyaya qarşı qoymalı olacaq. Politoloqlar bu dəfə də Azərbaycanın Türkiyənin yanında olduğunu, dost və qardaş ölkənin mövqeyini bilmənalı şəkildə dəstəklədiklərini xüsusi qeyd edirlər. İsrail dəfələrlə belə qolu zorluq eləyibdi və cəzasız qalıbdı. Görünür, bu dəfə də belə güman edir ki, bu qol zorluğu da cəzasız qalacaq və o səbəbdən də belə öz başınalıq edir. Amma Türkiyə o dövlətlərdən deyildir ki, onunla zor dilində danışasan və Türkiyə Baş Nazirinin də qeyd etdiyi kimi, baş verənlərin müqabilində İsrail dövləti mütləq lazım olan cəzanı alacaq. Yaranmış situasiya heç də bugün regionda stabillik təmin edəcək faktorlar deyil. Və dünya bir tərəfdən İsrailin hərəkətlərini istəyirsə, digər tərəfdən məsələnin sakit şəkildə hər hansı bir ithamlar yol vermədən həll edilməsini, sözün əsl mənasında bütün günahkarların cəzalandırılmasını istəyir. Adi sakinlər də dinc insanlara qarşı həyata keçirilən hərbi aksiyanı insanlığa zidd addım hesab edir. Bir xalq olaraq həmişə türklər yanındayıq, türklər dəstədir. İsrail düzgün hərəkət görməyib. Bu bütün müsəlman dövlətlərinə qarşı qoyulmuş məsələdir. Çünki İsraillə Türkiyənin baş nazir görüşəndə oradakı İsrail prezidenti özünü çox pis apardı. O da durdu yerində cavabını verdi, düz elədi. Azərbaycan xalqı həmişə Türkiyənin yanındadır, həm də ki haqqın tərəfdarıdır. Təəssüf ki, digər türk dilli dövlətlər Azərbaycan kimi qətiyyətli mövqe nümayiş etdirmir, passiv seyirci kimi məsələləri kənardan müşahidə etməyə üstünlük verir. Bu mövqe türk dilli dövlətlərin dövlət və hökumət başçılarının zirvə toplantısında, o cümlədən 2009-cu ildə keçirilmiş Naxçıvan samitində qəbul olunmuş qərarların ruhuna uyğun deyil. Yeri gəlmişkən Lənkəranda İsrail əleyhinə aksiya keçirilib, şəhər sakinləri Şəhidlər Xiyabanına gələrək Qəzzaya humanitar yardım apararkən İsrail əskərləri tərəfindən qətlə yetirilənləri yad edib. Aksiyada İsrail stop, terrora stop, Türkiyə biz sənləyik, bir millət, iki dövlət, Azərbaycan, Türkiyə şüarları səsləndirilib. İradə Məmmədova, Elvin Basqallı, İlkin Rzayev, Son Xəbər.